Herkese salam, mən Səfinə Sultanova, tarix müəllimiyəm və bugünkü mövzumuz bizim xilafət dövründə Azərbaycanda idarə etmə, torpaq və vergi sistemi haqqında olacaq. Eyni zamanda Xürrəmilər hərəkatı haqqında da danışacağıq. Bu dövrdə ərəblər artıq 705-ci ildə Albaniya dövlətinin müstəqilliyinə son qoyuldu və burada canişinlik sistemi yaradıldı. Azərbaycan əmirliyə tabe edildi, əmirlik sistemi yaradıldı və burada əmirin iqamətgahı da Dəbil idi 7-ci əsrdə, 8-ci əsrdə isə iqamətgah Bərdə olur. Ərəblər Sasani idarəçilik vergi sisteminə mənimsəmişdilər. İlk vaxtlar yerli əyanlar idarə etmədə iştirak edirdilər. Lakin zamanla mühüm məntəqələr ərəblər əlinə keçir, ərəb qarnisonları yerləşdirilir, mülki idarəçilik ərəb qüvvələrə, komandirlərə verilir. Önəmli vəzifələr ərəblər gəlirlər. Xəzəryanı bölgələrə İslamı yayırlar. Müqavimət göstərənləri də kənarlaşdırırlar. Köçürmə siyasəti aparırlar. Küfə, Bəsrə, Suriyadan ərəb tayfaları ölkəyə köçürülür. Dərbənd, Bərdə, Beyləqan, Dəbil, Tiflis, Dərbənd, Təbriz, Ərdəbil şəhərlərinə ərəb dəstələri yerləşdirilir. Bu dövrdə demək xüsusi hərbi məskənlər yaradılır. Bu hərbi məskənlər Rabat adlanırdı və hərbi hissələr yerli əhalinin hesabına saxlanılırdı. Dərbənd tutulduqdan sonra ilk illərdə Suriya, İraqdan 7000 müsəlman əhalini qala ətrafına yerləşdirdilər. 8-ci əsrin 20-ci illərində xilafət Dərbəndi yenidən tutur. Suriyadan çoxlu ərəb döyüşü köçürür. Qala divarlarını təmir etdirir. Ərzaq, silah anbarı yaradılır. 8-ci əsr Ərəb-Xəzər müharibəsi başa çatdıqdan sonra artıq ərəblərin Azərbaycan köçürülməsi prosesi dayandırılır. Torpaq sahibliyindən danışaq. Burada 5 torpaq sahibliyinin adı çəkilir. Divan, iqta, mülk, vəqf və icma. Divan torpaqları dövlətə, xəlifəyə məxsus torpaqlar idi. Burada əldə olunan gəlir xəzinəyə daxil olurdu. İqta torpaqları bağışlanan və icra edilən şərt torpaq sahibliyinə bölünürdü. Mülk torpaqları feodalın irsi torpağı idi. Vəqf torpaqları dini torpaqları idi, icarəyə verilirdi. Onları satmaq və ya bağışlamaq olmazdı. İcma torpaqları cəmaət torpaqları idi. İlk xəlifələrin dövründə vergilər daha yüngül idilər. Vergilərdən danışsaq burada 4 növ vergilərə rast gəlirik. Xərac, cizyə, xüms və zəkat. Xərac torpaqdan məhsula görə alınan vergi idi, məhsulla alınırdı. Cizyə can vergisi idi. Xristian və Yahudilərdən hərbi xidmətə iştirak etmədiklərinə görə can vergisi alınırdı. Xəlifə Əlinin dövründə islahatlar keçirilir və əkilməyən torpaqlardan xərac alınması dayandırılır. Əməvilər dövründə isə vergilər artırılır. 725 əhali siyahıya alınır. Əmlak siyahıya alınır. Meyvə bağları, sənətkar emalatxanalarına vergi qoyulur. Xüms vergisi yeni əldə edilmiş daşınan əmlaka hərbi xidmətə görə, hərbi qənimətə görə toplanıb. Zəkat vergisi ehtiyac içində olan müsəlmanların xeyrinə olaraq toplanmışdı. 8-ci əsrin ortalarında Abbasilər sülaləsi hakimiyyətə gəlir və vergilər daha da artırılır. Xərac artıq torpaq sahəsinə görə toplanmağa başlanır. Vergi ödəyə bilməyənlərin övladları da qula çevrilirdi. Bütün bu vergi sistemi eyni zamanda ərəblərin köçürtmə siyasətinə qarşı tez-tez üsyanlar baş verirdi. Bu üsyanlardan biri də Xürrəmilər üsyanı olmuşdur. Xürrəmi sözünün mənası şad firavan, od, günəş mənalarında işlənmişdir. 60 ildən artıq mübarizə aparmışdılar Xürrəmilər. Onlar ədalətli cəmiyyət, əmlak bərabərliyinə nail olmaq istəyirdilər. Eyni zamanda 5-6-cı əsrdə biz Məzdəkilər hərəkatı haqqında danışmışdıq keçən videoda. Onların ideya davamçıları idilər. Üstəgəl Azərbaycanın da azadlığını istəyirdilər. 816-cı ildən Xürrəmlərin başçısı Babək olur. Slaytda görünür. O güclü sərkərdələri öz ətrafına toplanır. Muaviyyə, Abdullah, Tarxan, Adin kimi sərkərdələrin adını çəkmək olar. Onlar kəndlilər, şəhər yoxsulları, yerli feodalların bir qismi də onlara qoşulur. Qaradağ bölgəsində Bəz qalası onların iqamətgahı olur. Xürrəmilər Sünik, Bərdə, Beyləqan, Arsaq, Arran vilayətlərini azad etmişdilər.
Ərəblərlə döyüşlər baş verir. 819-cu ildə xəlifə böyük bir ordu göndərir Xürrəmlər qarşı və ərəblər orada məğlub olurlar. 829-cu ildə Həştədsar döyüşü baş verir. Birinci Həştədsar döyüşü. Burada Babək qalib gəlir. 830-cu ildə birinci Həmədan döyüşü. Burada da Babək qalib gəlir. Həmədan şəhəri azad olunur və xəlifə anlayır ki, artıq Bizansla müharibəni dayandırmaq lazımdır və bütün qüvvələrini Babəkə qarşı yönəltmək lazımdır. Beləliklə 833-cü ildə 2-ci Həmədan döyüşü baş verir və bu döyüşdə Babək məğlub olur. Bundan sonra Afşin türk olmuşdu, türk təfəsində olmuşdu. Onu ərəb komandanı elan edirlər və onu Xürrəmlərə qarşı göndərirlər. O öz iqamətgahını Bərzəndə köçürür və burada xəritədə də görünür Bərzəndin yerləri. Eyni zamanda Bərzəndə Ərdəbilə qədər yolları, qalaları bərpa etdirir, kəşfiyyat göndərir Xürrəmlərə qarşı və orada bəzi feodalları pulla ələ alır, bəzilərini aradan götürür, sui-qəsd nəticəsində Xürrəmlərin arasına nifaq salır və onların zəifləməsinə gətirib çıxardır. 836-cı ildə 2-ci Həştədsar döyüşü baş verir. Babək burada qalib gəlir. Xəlifə daha çox Afşinə pul və ordu göndərir. 837-ci ildə Bəz qalasını mühasirəyə alır Afşin. O Babəkə sülh təklif etmişdi. Onun bağışlanmasını əldə edəcəyini bildirmişdi. Afşin istəyirdi ki, Bizansa qarşı mübarizədə Babəkin gücündən də istifadə etsin. Lakin Babək bu təklifi rədd etmişdi və mancaraqlarla hücuma keçirilər ərəb ordusu. Bəz qalasına qarşı Babək arazı keçib Arrana gəlir və burada məqsədi Bizansdan kömək alıb mübarizəni davam etdirmək idi. Xəlifə Babəkin yerini bildirənə 2 milyon dirhəm gümüş pul təklif etmişdi. Buna görə Alban feodallarından biri hilə ilə Babəki ələ keçirir və Afşinə təqdim edir. 838-ci ildə Babək Samirə şəhərində edam olunur. Ümumiyyətlə xilafət atəşpərəstlik və bütpərəstlərə təqib edirdi. Xristian və yəhudilərdən cizyə vergisi alırdı. Kilsə vergilərdən azad olmuşdu, himayə olunurdu. Qarabağın dağlıq hissəsində xristian albanlar Qriqoryanlaşdırılaraq erməniləşdirilmişdir. Bu dövrdə eyni zamanda Azərbaycan xalqının formalaşması prosesi də başa çatdı. Ticarətin canlanması üçün müsəlman və qeyri-müsəlman tacirlərdən 5% gömrük rüsumu alınırdı. Xaricilərdən isə 10% gömrük rüsumu alınırdı. Pul islahatı keçirilmişdi bu dövrdə xilafət tərəfindən. Bizans və Sasani sikkələrin qəlb pullar dövriyyədən çıxarılmışdı. Eyni zamanda ərəblər Kiçik Asiyaya gedən ticarət yolunu bağlayırlar, onun istiqamətini dəyişirlər. Bizansla rəqabətə görə ticarət tərəfdə onu zəiflətməyə çalışırdılar və Xəzərin qərbi Kür boyu ticarət yolunun əhəmiyyəti artır bu dövrdə. Ərdəbil, Bərdə, Dəbil, Tiflis, Dərbənd kimi şəhərlərin əhəmiyyəti artır. 8-ci əsrin əvvəllərində bu şəhərlərdə artıq sikkə kəsilməyə başlanılır. 7-9-cu əsrlərdə ərəb dili rəsmi dil olur. Gənclər təhsil almaq üçün Bağdad, Nəcəf, Kufə, Mədinəyə gedirdilər. Bu dövrün məşhur alimlərindən, tanınmış şəxsiyyətlərindən biz Musa Kalankatlını, Dəvdəkin adını çəkə bilərik. Bu dövrün abidələrindən isə Kufə xətti ilə yazılan daş kitabənin, Tərtər çayı üzərində olan daş körpünün və 8-ci əsrdə əsası qoyulan Şamaxı Cümə məscidinin adını çəkə bilərik.